Salam, necəsiz? Aşkanın deməli dişinin vaxtıdır. Oradan da parikmahara gedəcəm. Vaxtı yoxdur, yeri yoxdur. Həmişəki kimi kapisikdə, amma zorla dirkiməsə bir tər salaram. Ona görə indi durub geyimimi göstərəcəm. Aksesuarlarımı, bu gümüşü halqa sırqalarımı taxdım, siryoşkalarımı, əl kremimi vurum. Deməli, makyajımda bilirsiniz kapisikdə. Əl kremim də budur. Tərifləmişdim bir dəfə sizə. Çox yaxşıdır. Yəni bunu nə idi onun adı? Dəniz. Bizim o şeyləri aldığımızın yeri adı nə idi? Olivia. Nəhayət yadıma düşdüm mən də. Bax, belə sklerozlaşmışam. Olivia'dan o kremi almışam. Əl kremi çox yaxşıdır. Keçən dəfə sizə demişdim, tərifləmişdim. Çox yaxşı. Ətri çox gözəldir. Yağlılığı da tam dozasındadır. Ölçüsündədir yəni. Makyajım da Capisik'da NYX'in concealer, Divaj'ın gözaltı pudrası, ondan sonra Rumiana ipamadan sürpəcəm. Həm gündəlik makyajım bundan ibarətdir. Aksesuarlarım da budur. Bir də ki saatımı taxacam. Bir də ki abruçalnimi Capisik'da. Ay, saatımı tərs taxdım deyəsən. Nə idi Dənska? Koftanı geyim biləydim. Geyinir, bunu geyinim, yoxsa onu geyinim, yoxsa bunu geyinim. Bir də ki həkim də gözləyir yəni. Geyinir ki, tez ol da, biraz tez ol da, az hırıllaş. Pamadamı da sürtüm. Burada görə bilmirəm. Burada görə bilmirəm. İndi paltarımı da göstərim. Üstümə də bir şey. Bu hava elə bir havadır ki, nə istidir, nə soyuqdur. Yəni ki, kurtkasız geçsən üşüyəcəksən. Nazik kurtka da geyinirsən üstün olur. Jaket geyinirsən yenə üstün olur. Amma kurtkasız da çıxdın sərin olur. Mən belə qol uzun bir dənə də kurtka, nazik kurtkamı indi göstərərəm, onu atacağım çiynimə. Bilmirəm da axşama soyuq olsa maşına qaydırıq. Axşama soyuq olsa bilmirəm. Duhi də vurum, dua eləyirəm ki, dəniz hazırlaşıb bitirsin də. Hamımız hazır olarıq. Dəniz hələ indi geyinir. Dəhşət. Biz həmişə dənizi gözləməliyik. Hər zaman. Hər zaman dənizi gözləməliyik. Qəribədir. Mən heç vaxt gündəliyə duhi vuranda, yəni bahalı ətirlərimi vurmuram. Bunlar Zara'dan aldığım 2 ətirlərdir. Mən heç vaxt duhi vuranda bir dənə duhi vurmuram. Həmişə 2-3 dənə qarışdırıram. İstəyir veçerno bahalı ətirlərim olanda da, istəyir belə gündəlik ətirlərim olanda da. Həmişə qarışdırıram. Bilmirəm siz necəsiz, siz də beləsiz. Mən heç vaxt bir cürə vurmuram. Ona görə də məndən bəzən soruşanda ki, nə vurmuşsan, nə yaxşı? Deyirəm filan. Deyirlər, bu necə şansı deyirəm, 3'ü də, ya 4'ü də, ya 2'si də. İndi 2'sini vururam. Bu çox yüngüldür. Bilməm, adı göründü yoxsa yox. Çox yüngül, qəşəng. Buradan tutum. Nəysə göründü yoxsa deyəm. Belə tutum. Görünür adı. Çox yüngül, çox qəşəngiyi var bunun. Millisi də çoxdur. 90 idi deyəsən bu. Bu da şirin idi, bu da yaxşıdır. Bunun isə balacasını, 30 millisini aldım. Çünki mənim tündüklər biraz başım ağrıdır. İndi yüngüllə tündü qarışdırıram. Kapisik'da. Həmişə belə vururam. Bilmirəm, siz də belə. Mən həyatı boyu bir dənə ətir vurduğumu xatırlamam. Çox, əvvəllər tələbə vaxtı falan olanda bəlkə də elə vurmuşam. Mən heç vaxt bir dənə ətir vurmuram. Yəni ondan sonra heç bir dənə ətir vurmuram. Bilmirəm, siz də beləsiz yoxsa yox. Nəysə. Son sözün qısası belə. İndi paltarımı da göstərim. Paltarım belədir. Belə sadə. Qolu da rezin, uzun belə paltardır. Qolu da rezinli. Deməli, mən kurtka bunu məsləhət gördülər. Bir proje kurtkam var dedim, onu atım çiynimə, yoxsa bunu məsləhət gördülər. Qızlar da doğrusu. Dedilər ki, bunu. Bu da nazikdir. Mənim nazik kurtkalarımdan biridir. Dedilər, paltarla bu gelir. Bunu da ataram çiynimə. Belə. Çıxdıq həkimdən. İndi gedirəm parikmahara. İnşallah gələcək.
gəlirlər, biraz bizi yubadır. Yaxşıdır ki, ama yollar boşdur. Qurban bayramı vaxtıdır, kanikulladır. Yaxşıdır ki, yollar boşdur. Надеюсь, что мы не сдохнем. Стой, стой. Şurayı da bir tərlədi bizi. Salam. Çinə xanım oradadır. Salam Çinə xanım. Necəsiz? Narahat olmayın. Buradayam. Sen. Hə, nə güzel. Kızlar yazır. Davay. Çıxdıq indi gedirik. Üçüncü astanovkamız. Ben okulatkam gitti. Saçına bak. Bu küləkdən oklatka axı. Davay gedəm oma qurban. Axşama doğru hava dəyişdi. Mənim telefonumda 18 dərəcə göstərirdi. Günəş də çıxmışdı, amma temperatur aşağı idi. İndi dedim axşam çağına doğru dönəcək. Yağış da göstərirdi. Yağış yağına qədər biz içəri girsəydik, canımız qurtarardı. Saçım, başım, nə gündəyəm bilirsən. Dəhşət. Я Бакинская почесалась. Опять то самое. Опять то же самое будет. Ты должна была в мол пойти там и зайти в уборную и там же поправить волосы. Блин. Да. Çivo da orada da eləyər də, nə olacaq ki? Orada da eləyər. Problem yoxdur. Buraları görmüşdünüz. Heç vaxt mənə gəlir bu yanlardan çox vaxt ayaqla gedirlər. Yaşıllıq. Maşınla gedirlər. Ayaqla nə idi? Maşınla gedirlər. Crescent'e gedən yol. Mən isə çəkirəm. Ayaqla çox vaxt adam getmir deyə çəkirəm. Bu binada ev istersin. Bu binada mən bina evi sevmirəm də. Təəssüf ki, bina evi sevmirəm. Çünki buralarda düşünün, lan üzbəüzdür bu bina. Neçə olar bu? Crescent çox baha olar. O qiyməti necə bina evinə verirlər? Verənlərin ağlına təəccüb eləyirəm. O qədər pulu həyət evinə verərlər, bina evinə yox. Sonra da bir dənə zəlzələ oldu. Yaxşı deyirəm, burada zəlzələ olmayıb hələ. Olsa bizim də hələ olmayıb deyə bizim hələ abırlı həyalı qalmışıq. Olandan sonra deyirəm görünəcək ki, hansı keyfiyyətlidir, hansı sağlamdır, hansı ləxşəngiymiş. Allah eləməsin. Allah eləməsin. Amma bina evinə o qədər pul verməyi mən nə bilim çox ağıllı bir şey kimi görmürəm. O qədər pulu adam həyət evinə verərlər. Geniş, böyük, neçə mərtəbə. Həyət evinin komfortu da başqadır. Bina evi də başqadır. Bir də bunların dəniz, bunların kommunalları da çox olar. Bizimlə deyilsin. Bu bina evləri bizimlə deyilsin. Мы не так много платим за коммуналку, телечку почему-то в квартире. Da. Kiraya yaşamaq da bir şey. Normal vaxtda gələndə dəniz yadındadır. Bura həmişə əsmər düzdür. Həmişə bura külək olardı. İndi hər yerdə külək var. Hər yer küləkdir. Bura keçmişik, burada külək yoxdur. Deməli bu hamı ilə ayaqlaşmır da. Bir hər yerdə külək olanda mən hər yer kimi özümü aparmıram. İndi burada qətiyyən külək yoxdur, amma bayaqdan o yanlar uçurdu gəldiyimiz yerlər. Bu eskalatordan elə səslər gəlir. İşləmirdi. Nəhayət indi biri işləyir, yenə düşən işləmir, qalxan işləyir. Onda bir tərəfi cəhənnəm, eyb yox. Bu başı, yəni o başı yox. Amma elə səslər gəlir. Buyurun. O eskalatordan elə səslər gəlirdi. Yəni ki bu Əzraillə hər an üz-üzə gələ bilərsən. Allaha pənah mindir yəni. Dünyanın nə eybəcər səsləri var, ondan çıxıb gəlirdi. Yağlamaq lazımdır. Cür. Bence dəyişmək lazımdır. Ha? Mısırlı bak. Mısırlı bak da ana. Davay. Sen köynəklə gəz, ver mən tutum.
Zara'ya giririk. Mənim üzüm gözüm nə gündədir orada. Mən üzümə baxım indi görürəm. Nə gündəyəm mən? Zara'dır bura. Mən bu tərz şeyləri xoşum gəlir. Koftası, burada yupkaçkası da var. Yupkaçkası neçədir? Bu şeydi göbeğin görür. 79. Əşə mən bunu alamam. 69. Qeyri-adidir. 95 manat pencəydir. Şalvarı da var belə. Şalvarı neçədir baxın. Şalvar da 69. Belə katan koftalar var 95 manat. Baxın. Çox qeyri-adi paltar. 109 manatda bu paltar. Bu zamokludur. Ha, buna zamok getmir axı. Neçədir bu? 159. Çox bahadır. O birisi 170. Yəni sən mənə demişsən nə gündəymiş qıpqırmızı. Parikmaxırdan çıxmışam. Sən də mənə demirsən ki, mama, nə gündəsən? Ne oldu geri gidene gelin. Bura bax elə. Elə bir dodağının üstə bir dənə də dodaq var. Oy, şurada yaxşı şalvarlar vardı. Mən heç nə tapmıram. Heç nə yoxdur. Kızlar. Kızlar. Ha, bunu kaşımda Cinslərin üstündə bu parıltıları mən anlamıram da. Çünki sport geyimdir axı bu. Nə bilim ola, nəsə. Amma çox xoşlayanlar var. Çox bəyənənlər var o yüzden. O necə deyirlər, dizayn tutdu. Bax, hələ bu sezon da var. Biləm, mən deyəsən bəyənmirəm. Artiskoydu biraz, koftası da var. Bu biraz şitkosudur. Niye? Nə bilim valla, mən bəyənmədim. Mangoya gedirik. Mango təzəlikcə biraz zövqsüzləşib. İndi Zara'da da belə çox yaxşı. Demək olar ki, 2 dənə şey bəyəndim o boyda Zara'da. Hər şey də mənim zövqümlə deyil. Çox bəyənən insanlar var bəlkə də. Mangonu son vaxtlar amma bəyənmirəm. Daha bir klasika keçib. Daha klasika ağırlıq verir. Bəyənmirəm nəsə. Bəyəndiyim bir bu oldu. Dəniz kofta, yubka kofta 125.99. 216. 216. Bir yubka 216. Benim böyle fikirli şey. Çok bahadır. Orada bəyəndiyim biri o oldu. Neçədir? 65. Yubka 70. Yenə normaldır, pisdir. O qədər adam var. Deyirdim ki, az adam olar da. Yollar boş idi. İndi çoxdur adam, həddindən artıq. Mən biabırçılıq vəziyyətində görəm. Mən bir evdə dönür, belə baxır üzümə. Nə bilim valla, çox adam var. Oturmağa girişən yer tapdıq. Nurullah müəllim yemək istəyir, acıq. Bir söz deyim. Strips alanda, bu stripslərdən 6 dənəlik var, sonra 9 dənəlik var. Həmişə alanda, mən 9 dənəlik biz götürürük. Mən dərs olub mənə bir dəfə saymadan yeməyə başladım. Gördüm ki 9 dənə deyilmiş. Artıq yemişdik deyə ortada yarımçıq necə aparım verir. Siz də bundan sonra nə vaxt strips əgər alsanız mütləq sayın. İndi dəniz gətirdi. 9 dənəliyin çekdə pulun vermişik də 6 dənə qoymuşlar içində. Şaşıblar da. Təzədən getdi dəyişdirdi. Ona diqqətli olasınız həmişə. Atabala yeneceğim seçirlər. Hello. Bakalım göstereyim. Paparazzi balkada. Oh, yedim qarnım doydu, sakitləşdi. Ancaq gör onu. Özlem dursan. Məndən aslı. Müəllim yanına da getmişsən. Məndən aslı deyil. Mən dərs oxuyan balam, müəllim yanında yox. Kanikula çıxıb millət, mən balam hələ dərs oxuyur. Müəllim yanına gedir. Yayda da gedəcəm.
Balacadır, məncə ondan böyüyü lazımdır. Köynəyi yaxşıdır, şortik qısadır. Gəl baxın. Hə, bu yaxşı oldu. O birisi çox qısa idi. Bu yaxşıdır. Boş deyil, o birisi də sıxdır Murad. Bir şalvar gördük, bəyəndik, amma bəyənməz olaydı. Domestos. Elə bir üstünə domestos. Çəkil Lorik, çəkil. Это print. İrəlidən göstərir. Bax, elə bir domestos vurublar. Elə bir Ya da kraska elə bir dağılır. Əlbəcə ətəyin göstər də. elə bir malyardır. Это принт такой. Divarları deyiblər ağ eləmək istəyirik. Usta, zəhmət olmasa düzəldin də bizə deyib, "Пожалуйста, şalvarla gəlib rəngini verib o bırak." Zdaş. Sıpız. Здравствуйте. Başqa pırransan. Hoşuma geldi. Ha, giyineceksin. Hoşuma geldi. Hə. Hoşuma geldi giyden. Mən o şortik o zülümlə geydirmişəm onu. O geyinməsə mən ona geydirəcəm. Geyinər. Я сейчас хамы составивать эти Deyirəm də, yaxın 10 ildə siz hələ bunu 100 dəfə deyərsiniz, mənim uşağım. Evlənər də mənim uşağım, bunlar hələ deyərlər bunu. Deyirəm də. Зарышка, помышка. Zarafonu bir zarışqa olmuşqa. Bana giysin değil mi? Sen. Biri. Bir de ona hoşum geldi. Hansına? Taraş. Buna. Nə daxı bu? Taraş stəkanları İngilis müasir forması nə daxı? Onun nəyinə xoşum gəlir? Belə şaşqa kimisi də var Murad. Bax. Yerdəkini başa düşmədim. Yəni ingiliscə oxudu, Hindistanda düzəldilib. Dəqiq əl işidir, 1249 manatadır. Amma nə işə yarayır onu bilmirəm. Bilənlər varsa yazsın. Həm mədəniyyətim çatmadı onu bilməyə. Gül camalını görün. Görməmişlər ki. Göyə heç görməmişsiniz. Bizim tayfanın yaxdası. Qəşəngdir. Şeyi var o. Hə. Bizim tayfanı axtarsınız, harda axtarsınız, burada taparsınız. Buna baxın, buna baxın. Gəl baxım, gəl baxım. Nə deyir? Taçişko palçı. Gəl. Cənnət qoxusudur mənim oğlum. Qəşəngdir. Qəşəngdir, yox. Qəşəngdir. Açıldıqca qəşəngdir. Mən bizim buna xoşum gəldi. Da. O göydəki şüşə nə məsələdir? O təpəmizə düşsə, Təpəmizə düşsə bu şüşə. Allah eləməz. Dedin indi mən takıntılı olaram ona. Vallahi. Onun hiç ağlına gelmir. Doğrudan burada da var. Əslində təhlükəlidir doğrudan. Niyə? Düşlər papagil aşağı. burada hər adım təhlükə. Təhlükədeyiz. Nə? Hayatımız tehlikede. Tövbə estağfurullah. Что вспомнила? Korkudan. Asfalttan patlayacağım. 2 tane kişi. Haqlıdır, haqlıdır. 2 tane kişi bir telefon tutabilmezler. Haqlıdır. Qaç-qaça gətirib marketə giririk deyə bloku verdilər, bir sumkanı ödəd. Yükü verdilər bizə. Nədir marketə girirlər bunlar? Gir də marketə və onunla buraxmırlar içəri. Bəhanə edirlər, bəhanə. Üçümüz də bir ağızdan deyək, ayıb olsun. Benim mama tutsun. Benim çilekli Hə, mən yenə ürəyim gəlmədi, uşağımı özüm tuturam. İndi bunlar marketdən çıxanda gör yükləyirəm onlara yoxsa yox. Çiləkeş anam, canım anam, anacığım, anacığım. Markete gelsem duzlu А я как точно этого не Burada buyrukdu mənə həmişə. Bu buyrukdu.
Запомни. Я втратил трактите из трактите, я вторая активала, я Afkidal. O birlər kapirovkadır. Нет, чисто человек, но нищий. Купи. А я, там этот единственный, кто сильнее всего похож на тебя, так что не можешь. Ne geçen rengarenk şeyler. Siz Allah anormal qiymətlərə baxın. Bu boyda şey 88 manat, 159 manat, 40 manat. Bunlar telefonda biraz böyük görünür, əslində çox balaca da. Qızlar. Bak, Deniz sen de bak. Aman kurban olsun size. Ben o çok istiyorum. Fricim var idi, düzdür. Ha varımdır. Evdə gedib baxar ya, yayda görəsən yaya nəyim var. Уличный пола, уличный. Когда папа мне купил, там Evin küçüsünün bu varımdır qağay. но домашний нету. Evdə yemək edirsən sən. У меня это уличный, это пола. Düzdür, sən evdə yemək. Aa, evdə yemək, papa internetdən zakaz versinlər. Это папа мне купил, там это из командировки в Турции пола мне купил. Пепшка здесь купили. Так фриса. Mənim şeylərimi götürmüsən. Qoy oturum. Oturum, sonra mamaya ver. Okey. Güya düdük bayramdır. Yaxşıdır maşını yerdə uzdurmamısan. Güya düdük bayramdır. Az maşın, az adam var. Не тут-то было. Mənim yoldaşım, Akşamın ikinci yarısı. mənim yoldaşım bir şey geyim alacaqsa özü üçün, bəyənəcəksə, o qədər vasvasıdır, o qədər vasvasıdır. Bütün Azerbaycan gezecek. Orada Massimo'ya bax, indi buradakı Massimo'ya, gənclikdəkinə gəlmişik indi. Deyir ki, nə qədər vaxt var, şu 9-dur saat. Gedək tez orada baxaq, o boyda Massimo'da bir dənə şey, bunun şalvarın ətəyi belədir, nə balağı belədir, bu şalvarın nə bilim, bu rəngi belədir, bunun materialı belədir. Bu filialda çeşit az, o filialda çoktu. Vasvasıdır çox. Yəyimizin şirəsi çəkilir o bir şey bəyənincə. Ama bize plus her Qadınlar, yer kişilər qadınlardan çəkilir, bizdə tərsinə. Vasvasılıqda bürcü nədir sizcə? Kommentlerde yazarsınız. Tapın görək, bürcü nədir? Allah Məhəmməd ya əl, görək başımıza nə gəlir. Где купать? Bu tuvaletin ayındadır, nə olur? Nurikdə tuvaletin ayındadır. Я тоже в туалет. Burada səsi çıxmırmış onda. Hə, bilirim bizi möhkəm. Libras bağlanıb, tezliklə ürəyim sürdülübün tamamilə bağlanıb yazıb, tezliklə yenidən xidmətini izləyib. Mənə elə gəlir ki, təmir olunur yəqin ki. Səliqəyə sal, biraz son vaxtlarda karşamalar şahid, ona görə yəqin ki. Buradakı Massimo'ya təşrif buyurmaqdayız. Görək burada bəyənəcək, tapacaq bəyəndiyi. Elə şey axtarır ki, onu hələ istehsal eləmir. Bunun burası belədir, onun orası belədir. Nurlaya baxın.
hərəsində bir dənə qüsur tapır. Bu deməli diş həkimi, parikmahır, present, gənclik. 4 seriyalı bugünkü evdən çıxışımız 4 seriyalı oldu. Adını da qoyarsan, Ayda bir dəfə, 2 ayda bir dəfə bir yerə çıxsa, onda da neçə seriya olar. adını da qoyarsan, bütün Bakı şəhərini kablukla gəzmək olur. Sənə deyəm o kabul deyil. Məcburuyum. Gəldik, çıxdıq. Videonu bağlamadan öncə deyim, sizinlə sağollaşın. Düzdür, çox yorulduq, amma məcbur idik. Videonu bağlamadan öncə bura qədər izlədiysəniz əgər, çox təşəkkür edirəm sizə. Kim izləməyə almadan bu video qarşısına çıxıbsa, izləyibsə, xahiş edirəm, izləməyə alsın, pulsuz, parasız, əziyyətsiz filansız, bir dənə orada toxunacaq, всё. O dəqiqə abunə olacaq mənə. Amma bu sizin üçün bir dənə bir toxunuşdur. Biləsiniz ki, mənə nə qədər motivasiya, nə qədər sevinirəm bir artanda izləyicimiz, o qədər sevinirəm mən. Sevgini onunla başa düşürəm. İnanılmaz mənə motivasiya verəcəksiniz. Mən hər həftə video yükləməyə çalışıram və dürüst olduğu kimi səmimi, heç bir artistlik etmədən olmayan bir şeyi göstərmirəm heç vaxt. Peşman olmayacaqsınız. Yeni gələn izləyicilərimə buradan çox təşəkkür edirəm. O qədər mənə motivasiya verirsiniz. İnana bilməzsiniz ki, məni nə qədər sevindirirsiniz. Bir Allah bəndəsi nə qədər sevindirirsiniz. Bilmirsiniz necə yaxşılıq edirsiniz. İnanın mənə. Bəlkə də günü gələr, mən sizə hər şeyi oturub danışaram. Ona görə minnətdaram, çox minnətdaram. Çox sağ olun, var olasınız. Məni izləməyə aldığınız üçün. Sevginizi bununla başa düşürəm. Çox təşəkkür edirəm. İlk izləyicilərimə də burada mən həmişə onları, heç vaxt onları unutacağımı düşünmürəm. Çünki onlar mənə çox pozitiv rəy yazıb, mənə motivasiya vermişlər və mənim bu qədər canla başla çalışmağımın, hələ də bu günlərə qədər gəlməyimin bəlkə də səbəbkarı onlar idi. Hələ də izləmədə qalıblar, məni izləmədən çıxmayıblar. Onlara da çox təşəkkür edirəm, minnətdaram bütün izləyicilərimə. Çox sağ olun deyirəm. Yeni gələn izləyicilərim, xoş gəlmisiniz deyirəm. Heç peşman olmayacaqsınız. Oturun kofenizi, çayınızı qoyun qarşınıza. Həftə sonları baxın görün ya da vaxtınız olanda açın baxın görün deyin ki görün mən nə yüklüyüb yerə. Belə əylənin, gülün, ürəyiniz, üzünüz hər zaman gülsün. Həmişə gülsün. Problemlər həmişə var, çətinliklər həmişə var, amma biz gülərək bunun öhdəsindən gələk inşallah. Allah başqa şeylər göstərməsin. Buna da şükür. Gülün, ürəyiniz hər zaman gülsün. Gözəl-gözəl yerlərə gedəsiniz. Gözəl günlərdə yorulasınız inşallah. Öpürəm hamınızı, bağrıma basıram. Xoş izləmələr.